Diqqət, bu videoda qeyri-etik ifadələr ola da bilər, olmaya da bilər. Qardaş, film elə başlayır ki, adam elə bilir dizinin əvvəlində deyil, 43-cü bölümün ortasındadır. Qız atasının ölümünü ağlayır. Amma elə ağlayır ki, sanki ağlamaqla sponsoru var. Yəni elə bil istəyirdi bunu. Atadan qalan tək şey bir dənə kağızdır. Kağızda da yazılıb ki, qızım, sən Yunan deyilsən, sən türksən. Özü də Trabzonlusan. Özü də Fırtına köyündənsən. Özü də 69-cu mənzil zərf elə, o qədər də yox. Qız da deyir ki, mən Trabzonluyam. Elə təəccüblənir ki, sanki pasportda başqa planet yazılıbmış. Qız qaza gəlib, yığışır gedər Trabzona. Hə, deyəndə ki, gedir. Elə bil filmdə Trabzon yox, paralel kainat Trabzonu var. Adamlar elə geyiniblər ki, sanki 1800-cü illərin kəndində çəkiblər. Bir dənə də Wi-Fi söz etsəniz, orada dir-dir yandırırlar. Neysə, qız gəlir ora və orada bir kişi var. Simpati göstərir, amma elə mənasız yerə. Nə üçün var, niyə burdadır, rejissor özü də bilmir. Bu oğlan bacısı kişini çağırır ki, oğlağı qurtarsın. Oğlan da qaçır. Elə bir qaçır ki, elə bil Marvel filmində dünyanı xilas eləməyə gedir. Diqqətimi çəkən yerlərdən biri də bu oldu. Qız bir dənə 50 boyda daşı qaldıra bilmir. Bu oğlan gəlir, daşı elə qaldır ki, elə bir torun çəkicidir. Yəni sən rejissor olaraq heç deməmisən ki, ay qardaş, bu qız niyə öz daşı qaldıra bilmir? Qızın əli yoxdur. Ya bu oğlan fitness influencerdır. Oğlan da elə xeyirxahdır ki, sanki Lucifer'ın mələk versiyasıdır. Kənddə kimlə problem yaşasa, dərhal bu oğlana gəlir. O da narahat olma bacım, mən hallederəm deyir. Hə, amma qarşılığında nə alır? Heç nə. Qızın bir baxışı, kəndinin bir təşəkkürü, bir də ağ günlər ümididir. Ən bomba yer Adil Koçəri 7-8 uşağı yığır, düşmən kəndin qapısına göndərir. Yəni sənə deyirəm ki, uşaq əməliyyatı kimi. Uşaqlar da bu düşmən kəndin muxtarlığını işləyir. Düşmən kəndin muxtarı da qadındır. O da uşaqların gözünün qabağında silah işlədir. Mən dedim bura uşaq serialdır, yoxsa narkoz Trabzon Edition'a baxırıq. Filmdəki geyimləri görəndə düşündüm ki, bunlar zaman maşını tapıblar ya da kostyum büdcəsi 90-cı illərin qalıb. Ən absurd səhnə, Adili vururlar. Qız qışqırır, ambulans gəlir, həkim düşür, baxır və deyir: "Mən xəstəni qəbul eləmirəm." Yəni bura nədir? Həkim qəzəblidir the movie. Hə, bu arada qızın qurtardığı kişi əslində axtardığı atası imiş. Düşmən kəndin muxtarı anası. Belə görürəm ki, iki kəndin arasında üzləşdirici olmalıdır, onu da qız üstlənir. Nə bilim, əslində bu film bütün yaxından tövsiyə görürdü mənə. Çox bütün böyük ümidlərlə izlədim də, amma film bitəndə dedim ki, 2 saat kimi qaytaracaq. Bilirəm, filmi sevən çoxdur, amma sevirsiniz deyə tənqiddən yayınmayın. Çünki mən sadəcə öz perspektivimdən təhlil edirəm. Yox əgər qarşısınızsa, kommentə keçərli səbəb bildirə bilərsiniz. Amma mən klassik türk filmlərindən fərqli bir şey görmədim. Standart idi. Hətta bəzi səhnələr standartın məl altındaydı. Çox güldüyüm, əyləndiyim səhnələr də oldu, amma daha çox nə izlədim mən deyirdim. Məni linçləməyin, çünki vaxt gələr, film bitər, amma mən bitməyəcəm. Mən buralardayım. Neysə, Adil Koçəri vurulur, həkimlə qız göz-gözə gəlir. Baxışırlar, elə dərin ki, elə bil Grease anatomi səhnəsidir. Hə, bu arada xəstə hələ də yerdədir. Bunlar deyirlər ki, nəyin eləyə xəstən ki, baxışaq. Baxış. Bu arada xəstə hələ yerdədir, can verir. Baxış. Oy, bu nə qəşəng qızdır. Oy, bu da qəşəng oğlanmış. Oyda. Bu arada hələ xəstə yerdədir. Və indi tut gəl bu filmi anlamasan. Deməli, kim kiminlə nəsil bağı var? Kimin düşməni kimdir? Kim kimi sevir? Vallah, bax tam ciddiyəm. Kinonun öz Instagram səhifəsi nəsil ağacı paylaşmalı olub ki, izləyici çaşmasın. Hə, bu arada Yunan qızı var ha. Gəlir Koçərini qurtarır, həkim imiş. Amma Koçəri borcu qalıb, deyir sənə borcluyam. Qız gəlir Əsmənin kəndinə, Fırtınalar köyünə. Amma burada xalq biraz həddini aşır. Qız Koçərini qurtardığı üçün heç kim onun üzünə baxmır. Of! 2025-dəyik, 2025-də. Bu nə mentalitetdir kinodur belə? Qardaş, bu özündə mentalitetdir. Elə bil yaxşılıq elədinsə bizdən deyilsən. Axırda da elə bir səhnə var ki, vallahi mən televizoru söndürdüm. Vallahi kompüterdən baxırdımsa kompüterdə söndürmüş ola bilərəm, yadımda deyil. Qıza əl qaldırırlar. Halbuki deyirdilər ki, bizdə qadına hörmət var. Sonunda da maşın qəzası olur. Koçə ilə Yunan qızı qəzaya düşür və qız mahnı oxumağa başlayır. Allah, mən dedim ki, yaxşı ki film qurtardı. Yoxsa indiyə mahnıya bir də klip də çəkərdilər. Keçək texniki tərəfinə. Açobu taşıyacaq bu dənizdə kamera işi çox da abartılı deyil. Yeni nəsil TRT dizilərində gördüyümüz o dronla kəndin üstündə fırlanma, bir də kadrda günəşin batması effektləri var. Amma bu artıq klassik hal alıb. Yəni epik eləmək istəyiblər, amma elə bil hər kadrda bax, biz bu görüntünü drona çəkmişik deyə qışqırır. Yəni tərəfli deyil, amma bərbad da deyil. Orta statistik kamera işi. Ssenariyə gəldikdə isə burada vəziyyət eynidir. Mövzu çox gözəl açılışla girir. Qızın atasının ölümü, miras, Trabzona dönmə filan, amma sonra ssenari elə bir yerə gəlir ki,
artıq nə gülməli, nə də dramatik qalır. Yəni bir səhnədə ağlayırsan, o bir səhnədə bu nə idi indi deyirsən. Rejissora gəldikdə Çağrı Bayraq onsuz da drama janrında çox çəkib. Amma burada sanki o da çaşıb. Bir tərəfdə kəndin ab-havasını vermək istəyib, bir tərəfdən TRT standartına uyğun, təmiz, duyğusal ailəliklə izlənilə bilən mühit qurmaq istəyib. Amma nəticə nə komediya, nə dram, nə də romantika, nə də gerilim. Hər janrdan bir qaşıq atılıb. Bir də qardaş, bu serialda musiqi seçimləri ən çox əsəbləşdirir. Dram səhnəsindəki sanki Marvel film musiqisi qoyublar. Ambulans gəlir, fonda ilə musiqi çalır, gəlir, qəhrəman ölmür, Thanos gəlir. Yəni ümumilikdə də kamera işi rejissor, ssenari, heç bir tam zərbə vurmur, amma heç bir də bərbad deyil. Bu filmdə əsas mövzu təkcə hadisələr yox, mentalitetin absurd tərəfidir. Qız atasını itirir, Trabzona qayıdır. Sanki amma 2025-də deyil, 1825-dədir. Geyimlər, davranışlar, baxışlar hamısı köhnə dövrü xatırladır. Burada qadına hörmət var deyirlər, amma qıza üz çevirirlər, sonra da əl qaldırırlar. Yəni hörmət adı ilə nəzarət eləyirlər. Adil Koçeri kimi tiplər də bu mentalitetin yumşaq zülmkar tərəfidir. Yəni xeyirxah görünür, amma hər şey onun qaydası ilə olmalıdır. Hər yaxşılıqda bir ego var. Bir mən elədim havası. Sən dediyin kimi baxanda da əsəbləşir, amma bəlkə də elə bu filmin məqsədi filmi açıq-açıq demir ki, bu səhvdir. Səni elə vəziyyətə salır ki, sən özün deyirsən ki, nə qədər ziddiyyət var. Axırda qız mahnı oxuyur, amma bu ölüm səhnəsi deyil. Azadlıq simvoludur. Qız cəmiyyətin baskısından qurtulur. Bəlkə də ilk dəfə öz səsini tapır. Yəni nəticə. Film bəlkə ssenari cəhətdən sadədir, amma içindəki mesaj biz hələ də keçmişlə indi arasında qalmışıq.